Salam əziz izləyicilər. Bugün sizlərlə 6 aprel 2025-ci ildə keçirilən 9-cu sinif OTK imtahanının riyaziyyat suallarının izahına baxasıq sizlərlə. Deməli, başlayaq birinci sualla. Birinci sualda bizə nə deyir? Çoxhəddindən vuruqlara ayırmağı tələb edir. Deməli, 3 minus 12a kvadratının əvvəlcə vuruqlara ayırmaq üçün orta vuruq kimi 3-ü çıxardaram. Onlar 1 minus 4a kvadratı. Mötərizənin içi ilə müxtəsər vurmaq üstürdür. Bir dəfə fərq, bir dəfə cəm. 3, 1 minus 2a, 1 plus 2a. Cavabımız olacaq D variantı. Deməli, keçək ikinci suala. A və B hadisələri üçün y bölü x nisbətini tapın. Deməli, bilirik ki, bizdə ehtimalın cəmi həm baş verən ehtimal olur, baş verməyən olur. İkisinin cəmi 1 olmalıdır. Deməli, 0,28 ilə y-in cəmi 1 olmalıdır. Y buradan tapılır 0,72. Sonra x də 0,76-nın da cəmi 1 olmalıdır. X də buradan tapılır 0,24. Bizdə y bölü x nisbətini soruşur. Y bölü x nisbətini. Deməli, bu da olur 0,72 bölək 0,24. O da olur cavabımız 3. Cavab D. Keçək 33-cü suala. Bir üzünün diagonalı 4 kökdə 2 olan kubun yan səthinin sahəsini tapın. Bilirik ki, kubun bütün üzləri kvadratdır. Kvadratın bir üzünün diagonalı 4 kökdə 2. Kvadratın diagonalı 4 kökdə 2-dirsə, tərəfi 14-dür. Nəyə görə? Çünki kvadratın diagonalı bilirik ki, a kök 2-dir. Bu da 4 kök 2-yə bərabər olduğu üçün a da buradan 4 çıxır. Bizdən nəyi soruşur? Kubun yan səthinin sahəsi. Kubun yan səthinin sahəsi 4a kvadratıdır. A-nı 4 tapdığımıza görə 4-ü vururuq 16-ya, olur 64 kvadrat santimetr. Cavabımız A variantı. Keçək 34-cü suala. Altda bir hissəsi dolu olan çənin boş qalan hissəsinin həcmi dolu hissəsinin həcmindən neçə dəfə çoxdur? Altda bir hissəsi doludursa, bunun altda 5-i boşdur. Altda 5-i hardan tapdım? 1-dən altda 1 çıxdım, oldu altda 5. Deməli, altda 5 də altda 1-dən neçə dəfə çoxdur? 5 dəfə. Cavab D variantı. Keçək 35-ci suala. İfadəsinin qiymətini hesablayın. Yuxarı sürət müxtəsər vurma düsturudur. 402 çıxaq 398. Bir də olacaq 402 üstə gələk 398. Bölək nə? Bölək olacaq 800. Bunun cəmi 800 edir. Bunlar buradan deməli ixtisar gedir. Qalır 402-dən də 398 çıxanda cavabımız 4. A variantı. Keçək 36-cı suala. 60 ədədinin 60% A ədədinə, 80 ədədinin 80% isə B ədədinə bərabər olarsa, kök altda A plus B ifadəsinin qiymətini hesablayın. Deməli, A-nı tapmaq üçün 60 ədədinin 60%-ni tapacağam. 60 ədədinin 60%-ni tapmaq üçün 60-ı 60-a vurub böləcəm 100-ə. Olacaq 36. B-ni tapmaq üçün 80-in 80%-ni tapmalıyam. 80 vur 80 böl 100. O da olacaq 64. Deməli, kök altda A plus B. Aparaq yerinə qoyaq. A plus B. Kök altda olacaq 36 üstə gedək 64. Bundan da kök çıxacaq 10. Cavab A variantı. Keçək 37-ci suala. Bizə M-i verib ABC üstə gələk BAB üstə gələk CSA ədədi üçün doğru ifadələri müəyyən edin. Bunları bir-bir açaq. Deməli olacaq 100A burada, 10A burada, 1A burada. 111A 111A üstə gələk 111B olacaq. Üstə gələk 111C. Bunlardan da orta vuruq kimi 111-i çıxartdım mən. Deməli, bu ədədin hansı ədədlərə bölünməsini tapmaq üçün 111-in bölənlərini tapmalıyıq. 111-in bölənlərdə buradan 3 olacaq. 111 3-ə bölünür. Rəqəmlərin cəmi 3-ə bölünür çünki. Bir də 37-yə bölünür 111. Variantlarda 111 olsaydı 111-i də götürəcəkdik, amma yoxdur. Cavabımız 2 və 3 olacaq. C variantı. Keçək 38-ci suala. Kök altda 2 ədədinin kəsr hissəsi A ədədinə bərabər olarsa, kök altda 2 ədədinin kəsr hissəsi necə tapmaq lazımdır? Əvvəlcə kök altda 2 ədədinin tam hissəsini tapmaq lazımdır. Deməli, kök altda 2 təqribi neçədir? 1,7 təqribi deyirəm. Təqribi 1,7-dirsə, deməli, bunun tam hissəsi neçədir? 1-dir. Ədədin özündən də tam hissəsini çıxanda müsbət ədədin. Müsbət ədədin də özündən tam hissəsini çıxanda bizə verir kəsr hissəsi. Deməli, kök altda 2-dən mən 1-i çıxsam, bu mənim olacaq kəsr hissəm. Deməli, gətirək bu ifadədə yerinə qoyaq. 2 çıx kök altda 2 bölək
A-nın yerinə nə qoyacam? Kök altda 2 çıx 1 çıx 1. Olacaq kök altda 2 çıx 2. Bunlar da bir-birinin əksi olduğuna görə cavab -1 olacaq. D variantı. Keçək 39-cu suala. ABC üçbucağında M-in AC-yə paraleldir. M-in paraleldir AC-yə. M-in ilə AC-nin nisbəti 2-nin 3-ə nisbət kimidir. 2x bura desəm, 3x də bura olacaq. Deməli, bizdən B-ni verib 4, NC-ni soruşur. NC-yə x deyirəm, məsələn. Bir də B bucağını da burada işarə edirəm, belə. B bucağı 2 üçbucağın ortaq bucağıdır. Hansı üçbucaqlardır onlar? Bir üçbucaq M, B, N. Bir də üçbucaq A, B, S. İkisinin də ortaq bucağı B-dir. Bu üçbucaqlar oxşardır. Həm də buradan da bu bucaqlar çıxır ki, bunlar da nədir? Bunlar da bərabərdir. İki üçbucağın oxşarlığından istifadə edib yazaram ki, deməli, M-nin AC-yə nisbəti nəyə bərabərdir bizə? BC-nin B-nə nisbəti. BC-nin B-nə yox, B-nin BC-yə nisbəti daha doğrusu. Deməli, yazırıq B-nin BC-yə nisbəti. Gətirək yerinə qoyaq. M-ni nə verib? 2x. AC-ni nə verib? 3x. B-ni yerinə 4 qoyacam. BC-ni yerinə 4 plus x qoyacam. Deməli, buradan çıxır ki, 4 plus x 6-dırsa, x də bərabərdir 2. Bizdən nə soruşur? NC-ni. NC-yə də x demişik, cavabımız 2-dir. Keçək 40-cı suala. 60 dərəcəli mərkəzi bucağa uyğun dairə sektorunun sahəsi 24 pi kvadrat santimetr olarsa, dairənin radiusunu tapın. Deməli, sektorun sahəsi hansı düsturla hesablanır? Pi r kvadrat bölək 360 vuraq alfa. Bunu bizə verib ki, 24 pi'dir. Burada pi'lər ixtisar gedir. Alfanın yerinə qoyacam, 60 qoyacam. Çünki elə mərkəzi bucağı verib. R kvadrat vur 60 böl 360 bərabərdir 24. Buradan bunlar deməli ixtisar gedir. Qalır 6. R də çıxır 12. Cavab A variantı. 41-ci suala baxaq. Kök altda 6 çıxar kök altda 2 vuraq. Kök altda 3 plus 1 ifadəsinin qiymətini hesablayın. Deməli, kök altda 6 minus kök altda 2-dən ortaq vuruq kimi kök altda 2-ni çıxarda bilərəm. Çünki kök altda 6 ilə kök altda 2 vuraq kök altda 3 deməkdir. Kök altda 2-ni kök altda 2-yə bölsəm hər birinin olacaq kök altda 3 minus 1. Bu digər mötərizədə də qaldı. Deməli, kök altda 3 plus 1. Kök altda 2-ni saxlayıram. Mötərizələri bir-birinə vuranda, yəni bu da müxtəsər olma düsturudur. A çıx B vuraq A plus B. Kök altda 2 vuraq 3 minus 1. 2 kök altda 2. Cavab A variantı. Keçək 42-ci suala. Hipotenuzu 21 santimetr. Kök altda 21 santimetr. Katetlərindən biri kök altda 5 olan düzbucaqlı üçbucağın digər katetinin uzunluğunu tapın. Gəlin düzbucaqlı üçbucağın üstündə izah edeyim. Deməli, bir düzbucaqlı üçbucağımız var. Zənn edin ki. Deməli, hipotenuzun bizə verib 21. Digər kateti kök altda 5 verib. Kök altda 21, kök altda 5. Bizdən digər kateti soruşur. Deməli, Pifaqor teoremini tətbiq edək. Katetlərin kvadratları cəmi, yəni x-in kvadratı üstə gələk kök altda 5-in kvadratı bərabərdir kök altda 21-in kvadratına. Buradan da x kvadrat plus 5 bərabərdir 21-ə, x kvadrat bərabərdir 16. X də bərabərdir 4. Cavabımız D variantı. Keçək 43-cü suala. A plus B-ni 8 verib. A, B-ni 3 verib. Bizdən A kvadrat üstə B kvadrat cəmini, A kvadrat plus B kvadratı soruşur. Deməli, A kvadrat plus B kvadrat müxtəsər olma kimi açılışı var. A plus B xaricdən kvadrat çıxaq 2AB. A plus B-ni yerinə nə qoyacam? 8-i. 8-in kvadratı 64 çıxaq 2AB 2 üçün 6. Olacaq 58. Cavab C variantı. A, B və C çoxluqları üçün ştrixlənmiş hissəyə uyğun ifadəni müəyyən edin. Əvvəlcə baxaq, deməli, burada nəyə çıxıb? A ilə B-nin birləşməsinə baxaq görək nədir? A ilə B-nin birləşməsinin hamısı budur, ştrixlənmişlərin hamısı. Amma bizdən bunları çıxıb. Bunlar çıxıbsa nəyə çıxıb? Deməli, A ilə B-nin birləşməsindən C-ni çıxıb. Çıxılıb C. Həqiqətən də C-ni çıxanda qalır bu ştrixlənmiş hissə. Bizə verdiyi hissə qalır.
Cavab deməli A variantıdır. Keçək 45-ci suala. Tənliklər sistemindən x plus y cəmini tapın. Birinci tənliyin hər tərəfini 3-ə vuraram. Olacaq deməli 9x çıxaq 3y bərabərdir 9. 2x üstə gələk 3y bərabərdir 13-ə. Tərəf-tərəfə toplasam nə olacaq deməli? 11x bərabərdir 22-yə, x də bərabərdir 2-yə. X-i 2 tapdıq. Gətirək yerinə qoyaq. 2 vur 3 çıxaq y bərabərdir 3-ə. Y buradan 3 çıxır. Y 3, x 2. X plus y cəmi də verir bizə 5. Keçək 46-ya. A, B və C natural ədədləri üçün A böl B 2 və 3-dür. A böl B bərabərdir 2 bölü 3. B böl C bərabərdir 4 böl 5. Buradan tapıram ki, A 2K'dır. Yox. Aha, A 2K'dır. B 3K'dır. Deməli, B 4K'dır. C də bərabərdir 5K. Deməli, B'lər birində 3K'dır, birində 4K. Bunlar bərabər olmalıdır. Yuxarını 4-ə, aşağını 3-ə vursam, olacaq A bərabərdir 6K, B bərabərdir 12K. B bərabərdir 12K, C də bərabərdir 15K. Deməli, K-nın bir qiymətində bunlar ən kiçik qiymətlərini alacaqlar. K-nın bir qiymətində nə olacaq deməli? A olacaq 6, B olacaq 12, C də olacaq 15. Bunların üçünün cəmi soruşur bizdən. 18 ilə 15-in də cəmi 33. Cavab 33. 47-yə baxaq. A parametrinin hansı qiymətində n bərabərdir 4 vuraq 21 üstü A ədədinin 18 sadə vuruğu var. Bunu sadə vuruqlara ayıraq. 2 üstü 2 vuraq 3 üstü A, vuraq 7 üstü A, 21-i 3 vur 7 kimi yazmışam. Deməlidir ki, bunun 18-dən sadə vuruğu var. Nağd bilirəm ki, 2 dənə sadə vuruğu var. 18-dən 2 çıxsam, qalacaq 16. Deməli, bu 2 dənə A-nın da cəmi, bu nə belə yazır? Deməli, 2 dənə A-nın da cəmi mənə verəcək 16-nı. A da olacaq 8. Bizdə nə soruşur? A parametrinin hansı qiymətində? Cavab tapdıq ki, 8-dir. Keçək 48-ə. X kvadrat üstə 6x üstə y kvadrat çıxaq 12y çıxaq 4 bərabərdir 0 tənliyi ilə verilmiş çevrənin mərkəzinin koordinatları cəmini tapın. Bundan deməli çevrənin tənliyin formasında yazmalıyıq. Yazaq. X üstə 3-ün kvadratı üstə gələk. Y çıxaq 4-ün y çıxaq 6-nın kvadratı. Çıxaq 9, çıxaq 36, çıxaq 4 bərabərdir 0. Deməli, burada olacaq x üstə gələk 3-ün kvadratı, üstə gələk y minus 6-nın kvadratı bərabərdir 49. Bizdən nə soruşur? Çevrənin mərkəzinin koordinatları cəmi. Deməli, çevrənin mərkəzinin koordinatları hansılar olur? Mənfi 3 ilə müsbət 6 olur. Bunların da cəmi olacaq 3. Cavabımız 3. 49-cu suala baxaq. X kvadrat çıxaq 6x üstə 4 bərabər 0 kvadrat tənliyin kökləri x1 və x2-dir. Bu ifadənin qiymətini soruşur. Deməli, x1 V teoreminə görə bilirik ki, x1 üstə gələk x2 6-dır. x1 vuraq x2 də 4-dür. Gətirək yerinə qoyaq. Bu ifadə belə yazılacaq. Sürətdə 6 olacaq. x1 üstə x2-ni 6 tapmışıq çünki. x1 vur x2 də 4-dür. Kök altda 4. Bərabərdir 3. Keçək 50-ci suala. Deməli, x kvadrat çıxaq 11 kiçik 0 bərabərsizliyin ən böyük tam həllini tapın. Əvvəlcə vuruqlara ayırmalıyıq. X çıxaq kök altda 11. Bunu niyə belə yazırıq? X üstə gələk kök altda 11. Kiçikdir 0. Deməli, intervallar üsulunda həll edək. Mənfi kök altda 11. Müsbət kök altda 11. Interval çəkilir. Kök altda 11-dən böyük qiymət verəndə müsbət olur. Mənfi, müsbət. Bizə də mənfi aralıq lazımdır. Bura. Mənfi kök altda 11 ilə kök altda 11-in aralığı. Burada nə deyir deməli? Bərabərsizliyin ən böyük tam həllini soruşur. Kök altda 11-dən kök nə çıxır təqribi? 3 tam neçə çıxır? Bunun da ən böyük tam həlli 3-dür. Cavabımız 3. 3 tam neçənin də ən kiçik tam həlli hansıdır? 3-dür.
Keçək 51-ə deməli. Alfa bərabərdir 32 üstə gələk 4n dərəcə bucağı. İti bucaq olarsa. İti bucaq olarsa nə deməkdir? 32 üstə gələk 4n, yəni kiçikdir 90-dan. 90-dan kiçiksə 4n kiçikdir. 90-dan 32 çıxsam nə qalacaq? 58. 2n kiçikdir 29. N kiçikdir 14, onda 5. N'in ən böyük qiyməti, tam qiyməti olacaq 14. Cavab 14. Keçək 52-yə. Ordinat oxu 0,23 nöqtəsində kəsən y bərabərdir ax kvadrat üstə bx üstə gələk c funksiyasının qrafikinin təpə nöqtəsinin koordinatı 3, 5 olarsa a minus b fərqini tapın. Deməli, ordinat oxun 0,23 nöqtəsində kəsirsə, gətirək yerinə qoyaq. C-ni tapacaq 23. C 23 olacaq. C 23 olsa, təpə nöqtəsinin koordinatlarını da verib. M-lə n-i verib deməli. M-i 3 verib, n də 5 verib. M-lə n-in düsturunu da yerinə qoyaq. Kvadrat tənliyi üçün deməli, mənfi b bölək 2a bərabərdir 3. B bərabərdir mənfi 6a. Bu əvəzləməni yadımızda saxlayaq. N də 5 verib. N-in düsturu necə idi? Deyir 4ac çıxaq b kvadrat bölək 4a. Bunu verib 5. Deməli 4ac 4a vuraq 23 çıxaq 36a kvadratı. B kvadratın yerinə 36a kvadratını qoymuşam. Bunu kvadrata yüksəltdim. Bölək 4a. Burada a var. Bərabərdir 5. Sürətlə məxrəci a-ya bölsəm, olacaq 92 çıxaq 36a bərabərdir 20. 36a bərabərdir 72-yə, a da bərabərdir 2. A-mız 2-dir. İndi b-ni tapaq. Gətirək burada qoyaq yəni. B də bərabərdir mənfi 6a. Mənfi 12 deməli olacaq nə? Mənfi 6 vuraq 2. O da olacaq mənfi 12. Bizdən nə soruşur? A çıx B fərqi. A çıx B bərabərdir 2 çıx mənfi 12 bərabərdir 14. Cavabımız 14. Yazaq cavab 14. Keçək növbətiyə. 53-cü sual. Mərkəzi O nöqtəsində olan çevrədə BA toxunandır. BC kəsəndir. AB-ni nə verib? Bizə 6 verib. Toxunan 6 verib. BD-ni 3 verib. CY-ni də 3 verib buranı. NY bərabərdir MY-yə. Bura bərabərdir. Bura x desəm, burada x olacaq. MY parçasının uzunluğunu soruşur. Əvvəlcə kəsən xassəsindən istifadə edirik. Kəsəndə toxunan xassəsindən. Toxunan kvadratı bərabərdir. Kəsən vuraq, yəni 3 vuraq. Burada y-yə özümdən y deyirəm. Deməli, kəsən vuraq. Kəsən neçədir? 3 üstə gələ y üstə 3. 6 plus y vuraq. Kəsənin çevrədən çöldə qalan hissəsi 3. 6 plus y bərabərdir 12-dirsə, y 6-dır. Y tapdım 6. Y 6 tapandan sonra gətirib burada 2 dənə vətərin kəsişməsini görürəm. CD vətəri ilə MN vətəri kəsişib. Vətərlərin kəsişməsinin xassəsi var. 3 vuraq y bərabərdir x vuraq x. Yəni 18 bərabərdir x kvadratı. X də bərabərdir 3 kök əldə 2. Bizdən nə soruşur? MN-i. MN də 2x-ə bərabər olduğu üçün 2 vuraq 3 kök əldə 2 bərabərdir 6 kök əldə 2. Keçək növbətiyə. Həsənin 13, Yusifin isə 7 yaşı var. Neçə ildən sonra Həsənin yaşı Yusifin yaşından 1.5 dəfə çox olar. Həsənin 13 yaşı var. Yusifin də 7. Deməli, neçə il deyirsə, mən x il deyirəm. X il deyirsə, ikisinin də yaşının üstünə x gələcək. Yəni yazıram, x ildən sonra bunların yaşı nə olacaq? 13 plus x, 7 plus x. Həsənin yaşı Yusifin yaşından 1.5 dəfə çox olacaq. Yəni 13 üstə gələ x bərabərdir. 7 üstə gələ x vuraq 1.5. 13 üstə gələ x bərabərdir. 7-ni 1.5-ə vuranda 10.5 üstə gələ 1.5 x. 1.5 x-dan x çıxsam, bir dəfəlik yazıram. Deməli, nə olacaq? 0.5 x bərabərdir 2.5. X də bərabərdir 5. Deməli, 5 ildən sonra Həsənin yaşı Yusifin yaşından 1.5 dəfə çox olacaq. Cavabımız 5-dir. Keçək növbəti suala.
Bütün diaqonallarının sayı 9 olan düzgün çoxbucağlının bir daxili bucağını tapın. Düzgün çoxbucağlının diaqonallarının sayının düsturu var. Deməli, n vuraq n-3 bölək n. Bölək 2 daha doğrusu. Bölək 2 bərabərdir 9. N vuraq n-3'ü 18 veribsə, buradan n bərabər də 6 çıxır. Siz kvadrat tənliyi ilə də yaza bilərsiniz. Bunun nə soruşur? Bir daxili bucağını soruşur. Bir daxili bucağı bu düsturda tapa bilərik. Deməli, düsturu var adı. 180 vuraq n-2 bölək n. Buradan çıxır ki, 120-dir bir daxili bucağı. Və yaxud da 360-ı bölərəm n-ə, bir xarici bucağını taparam, 60. 180-dən də 60 çıxaram. Axı ikisinin cəmi 180 dərəcə olur. Onlar 120 dərəcə. İkisi də doğru cavabdır, 120 alınır. Deməli, bugünlük bu qədər. Növbəti videolarda görüşərik inşallah. İzlədiyiniz üçün təşəkkürlər.